Hörmətli izləyicilərim, sizə elə bir villa təqdim edəcəm ki, çoxlarınız axtardığınız villanı təqdim edəcəm. Teymur Əliyevin o məşhur küçədə təzə yaşanmamış, eksklüziv, heç bir yerdə olmayan bir villa təqdimatına başlayıram. Villa bilirsiniz nədir? Tam etindən divar bəzəyinə qədər, evin için hələ demirəm də sizə. Dəhşətli bir şeydir, dəyərli izləyicilər. Salam əleykum, hər vaxtınız xeyirli olsun. Mən sizə sadəcə villanın parkovkasını göstərirəm. İlk öncə, bura görürsünüz neçə maşın girir rahatlıqla. İndi isə bu qeyri-adi proyekti yaxından detallı şəkildə sizə təqdim edeyim. Kefinizin aslında qaldırmaq istəyirsinizsə, təqdimatıma sona qədər baxın, çaylarınızı süzün, təqdimata başladıq. Başlayaq xüsusi özəlliklərindən. Bura KTN sistemidir, bunu sonunda göstərəcəm, qazanxanasını. Əsas vacib olan hissə bilirsiniz nə, dəyərli izləyicilər. Bu villanın 2 girişi var, buyurun baxın. 2 həyəti var, bu da nə deməkdir? Sizin ailə üzvlərinizin, nə bilim, qardaşla bir həyətdə qalmaq istəsəz, valideynləriniz üçün, ailə üzvləriniz üçün 2 villa deyək ki, 2 şərait. Bu gördüyünüz villanın daxilini sizə sonra göstərəcəm. Birinci həyətini göstərdim. Bura sanuzelidir. Ora qazı, mətbəx zonası, Avropadır da elə bir dizayn. Avropa dəyərli, sarımaşığı, divar bəzənməsi, burada çay içməyə yeri də var, terası, stolu. Gəlin, burada kadra stop verək, keçək o birisi villada sizə görünə göstərəcəm. Sot yarımın üzərində ümumi sahəsi, dəyərli izləyicilər, villa. Bura növbəti villa həyətyan sahəsi, yaşıllıq. Bilirsiniz, mən deyib sizi yormaq da istəmirəm. Maşallah, hörmətli izləyicilər, məndən də yüzəvə yaxşı bilir ki, bu materialların bir neçə növü var. Bu isə markaya, brend olan hissəsi çürümür, xarab olmur, suya nəmişliyə qarşı. Onları demirəm. Özünüz gəlində baxarsınız. Yer tam et, divarlar bəzədilib. Burada bir özəlliyi daha var ki, hörmətli izləyicilər. Yəni, bunu sizin ürəyiniz gələcək də bunun üçün. Bir dənə yaxın gəlin. Deməli, bu villanın hovuzudur. Daşma-aşma baseyindir. Buradan girirsən suya. Vəziyyətin də əla. İstirahət. Üzə balıq kimi, belə də, balıq kimi gedirsən yataq otağına birbaşa. Bu Maldivasıdır da dəyərli. Balidir də buraya ki, Bali villasıdır. Teymur Əliyevdə, şəhərin mərkəzində. Torpağın da sotu burada bilirsiniz, məndən də yaxşı bilirsiniz. Əzizləyicilərim, bu villa elə bir qiymətə sizə təklif edirəm ki, bu sabah uca alınacaq da o dərəcə. Qiymət sonda deyəcəm, səbirli olun. Villanın keçək daxili interyerinə, otaqlarının səviyyəsindən tanış olaq, getdik. Bu gördüyünüz mətbəx ki var, əzizləyicilər, evə heç bir aidiyyatı yoxdur. Sırf həyətə baxır. Yəni terasdakı mətbəxə pişirdin, düşürdün, qonaqlara qulluq getdi də buradan yeməklər, təyyamlar qonaqlar üçün. Bu mənzilin, villanın, özünü mənzil zat deyirəm, villanın öz mətbəxi vapşı dəhşət bir şeydir. Keçək yavaş-yavaş artıq bu villanın 2 girişi var da bildiniz. Mən o birinci göstərdiyimdən girdim. Onu da göstərəcəm sizə. Bura 2-ci mərtəbəyə qalxmaq üçün mərmər plekandır. Onu sonra göstərəcəm sizə. Deməli, bu evdə 7-8 dənə sanitar qovşaq, hamam otağı var, dəyərlizdə. Hamamdan boldur da. Hamısı da brend markalar da santexnik. O söhbətlər eləmə adamın utanır eyvallah. Rozetka belə gəldi, o belə getdi. Görürsünüz də hər şey bir brenddir. Bir markadır. Qiymətinə görə, səviyyəsinə görə. Bura mənfi 1-ə düşür, idman üçün, istirahət üçün, yəni idman ilə onu göstərəcəm.
Hələ ki, birinci mərtəbədə olan otaqları sizə göstərdim. Gəldik növbəti koridordan çamaşır otağı və burada yenə də sanitar qovşağı var. Bu hissə isə bu zona mətbəx. Zal, studiya, mətbəxdir. Ümumiyyətlə, bu villada bütün hər şey zal, studiya bir yerdədir də. Yəni, xarici villa olduğuna görə bu yeri gəlmişkən bunun dizayneri də xarici bir dizayneri veribdir. Hər halda hər şeydən görsənir ki, bizim milli atributlar deyək ki, burada özünü görsətmir də. Baxan görürsən ki, Balidəsən. Möhtəşəmliyə baxın. Burada giriş yeridir, açılıb bağlanan reis qapı ilə. Burada yenə üzmək üçün, məsələn, burada oturursan, bir sizə fraqment deyim də, burada oturmursan, gözdən ailə üzvlərin burada üzür, balıq kimi. Bir dənə salonlaşırsan, açırsan bir dənə qapı, bir dənə şirədən verirsən, içir, gelir dayış yataq otağına. Dəhşətdir, yəni kinodur da bu villa. Əzizləyəcəm, Allah arzulayanlara qismət eləsin. Nələr var, razitkana yeri var burada, toxu qoşmaq üçün. Bax, hər şey təp-təzədir, dəyərli izləyicilər. Fikir verirsiniz, bax, burada pişir, düşür eləmək üçün nələr, peçkalar, gizlin, gözə görsənməyən gizli xaldenlik, təp-təzə istifadə olunmuyor. Bu villada ümumiyyətlə yəni yaşayış olmayıb əzizləyicilər. Aspirator, altı gözlü, boşun qaz şeyi, qaz plitəsi, yenə burada sobası, mikrovalnovkası, belə əziz xanımlar, sizin yerinizdə yəni burada. Gəldik, oradan keçirik ev sahibinin deyək ki, yataq otağına. Bir dənə yataq otağı səviyyəsinə baxın. Bu paltar dolabı ki var, dəyərli izləyicilər, bu belə sexlərdə yığılanlardan deyil. Səbəbi nədir? Burada qalstolun yeri, qızılların yeri, saatın yeri, yəni müəllimin bütün geyimləri özünə aid olan kişi aksesuarlarının, həmçində xanım aksesuarlarının yeri üçün ideal bir geyindiriblər divarın içinə. Bir dənə siz orada üfüqi istiqamətə baxın, yəni diaqonallar qutu kimi. Burada bir dənə mərmərdən tərtəmiz şomine, təmiz. Burada yataq, arxasında da belə bir yataq dalı. Vələr çox deyə burada. Üzə-üzə gəlirsən yataq otağına, açırsan qapını, deyirsən ki, həyat, sən nə gözəlsən, yaşamağa dəyər. Oradan sonra fikir verirsinizsə, burada artıq, bax, belə bir açıq qoya. Bu, sırf öz şəxsi zövqüdür də müəllimin. Burada ayağı uyuyursan, o bilsin bilirsiniz, çimdin, duşavoya girdin və belə bir tülüfan, gözəllik. İndi isə keçək növbəti otağa. Növbəti yataq otağı. Yataq otağın birinci sanuzelini sizə göstərirəm. Sonra qardiroblu otağı sizə göstərirəm. Və sonra yataq otağını sizə təqdim edirəm. Bu əlimdə gördüyünüz o vaxtın o 7-06'lar Jigullərin pırtları var idi. Onu oxşuyur. Amma o deyil. Gördüyünüz bu pəncərələr ki var, uzanıb yatdığın yerdə pırtla açılır, dəyərli izləyicilər. Bax. Fortçikalar pırtla açılır, hava gəlir səndən, skvaznek olur. Sonra bağlayırsan, durub yaxalanıb, geyinib, gedirsən məsələn. Bu otağında bu özəlliyi var. Keçək ikinci mərtəbədəki olan özəllikləri göstərim sizə. Mənim diqqətimi çəkən, bu villada bilirsiniz nələr var. 1-də, 2-də, 3-də. Bu gördüyünüz yer döşəməsi var, dəyərli izləyicilər. 100% ki, videodan parket oxşadırsınız. Amma parket deyil. Tarset də deyil, laminat da deyil, kromogranitdir. Demək, bütün bu 300 neçə kvadratlıq ev var, hamısı isti döşəmədir. Dəhşət bir şeydir, yəni bu xərcli bir şeydir. İndi mən sizə ikinci mərtəbədə olan yataq otaqlarını, 4 sanitar qovşağı, 3 yataq otağı təqdim edin. Bax, yenə burada bir mətbəx var, yenə burada zal studiyadır, yenə burada eyni mətbəx, eyni tərzdə, eyni markalar. Və bir özəlliyi var ki, bunun bir ikinci mərtəbənin balkonu var. Teras kimi çıxa bilirsən, əzizləyicilər.
komplo belə satılır da. Yəni burada hər şey qalır. Heç şey götürmürlər bu villada. İçində verirlər hər şeyi. Gəldik koridora, başlayacaq yataq otaqlarından sizə təqdim eləməyə. Bu bir yataq otağı, hər şey içində olan, yəni qardirob otağı, yəni sanitar qovşağı. Çamaşır otağı, qurudan, yuyan, lazım olan hər şey var içində, əziz xanımlar. Növbəti möhtəşəm bir yataq otağı, geniş, girən kimi hamam otağı. Bura villanın yatağı, Viva'dan ən möhtəşəm matras, can rahatlığıdır da, yəni premium bir şeydir. Kondisioner və burada da geyim dolabı. Belə bir səliqəli, evə xüsusi vid verən memarlara halaldır da. Deməli, bu stilin bir tərzi yoxdur. Yəni, barokka, nə bilim, neoklasik, konkret yoxdur. Bu qarışıqdır. Qarışdırıb da bir-birinə tərzləri. İndi kommentariyada o desengirlər var ya, o dizaynerlər qıracaqlar bir-birini ki, yox, Tural elə deyil, sən düz demirsən, okey, siz deyəndir. Amma bilin ki, bu qarışıq bir tərzdir. Burada yenə bir hamam otağıdır, dəyərli izləyicilərəm. Və sonda hörmətli izləyicimin, müəllimin qız nəvəsinin otağıdır, bax bura. Onun üçün təmin olunub. Gördüyünüz kimi bu şəxsi bir villa, dəyərli izləyicilər. Hər şey şəxsi, zövq üçün içərisi döşənib. İndi mən sizə gəlin sağollaşmanı Teymur Əliyev küçəsinin özündə eləyək. Amma yox, qaldı, idman, birinci -1, düşək -1-ə. Tikinti adamı kimi sizə bir şey deyim, dəyərli izləyicilər. Başı çıxanlar bilir, bilməyənlər üçün maraqlıdır da. Bu 60'lıq betondur. Bu villa 60'lıq monolitin üzərində tikilir. Bax, hər yerdə 60'lıq beton sütunlardır. İstəsəz bunu 2 yox, 5 mərtəbəli tikə bilərsiniz. Çox möhkəm bir villadır, əziz izləyicilər. Burada idman üçün yerdir. Bax, məsələn, bura indi alarsınız idman aparatlarını, qoyarsınız. Bura bir idman üçün yerdir. Çox böyük ərazidir, əladır. Gəlirsən, burada geniş bir meydançalar, velosiped, Begavoy, quruşa, bir dənə matras, bir dənə qaçış velosipedi filan. Bu gördüyünüz başdan ayağa, ya hamısı paltar dolabıdır. Qış üçün qoy, yay üçün qoy, nəm əlivə düşən, nə istəyirsən qoy da, gör nə boyda şkaflardır. Təptəzə. Böyründə də, yəni yanında da bax belə bir boş ərazi var. Hələ bunun bir qazanxanası var. Onu görsədim sizə bir dənə çıxa-çıxda. Gedək. Sizə təqdim etdiyim villa şəhərin çox gözəl yerində yerləşir. Hörmətli izləyicilərim, Atatürk Parkı, Teymur Əliyev küçəsi. Bu villanın sənədi tam qaydasındadır. Qupçası var. Qiyməti isə, dadan deyirəm, 1.650.000 manat. Orada simvolik endirim eləyəcəklər. Əgər axtardığınız villa odursa, mən siz zəylərinizi gözləyirəm. Şəxsən özümsə təqdim eləyəcəm villanın yerində. Sağ olun, var olun.